İşarə vəzifələrinə haqqında olan DİM 2025 İngilis dili test toplusundan testlərin izahına verəcəm. Kanalımıza abunə olub bildirişləri açmağı unutmayın. Başlamaq istəyirəm. Ümumiyyətcə nədir şəxsi vəzifələr? Şəxsi vəzifələri biz bilirik ki, A, you, he, she, itdir. Yerli vəzifələri iki cür olur. İsimlə işlənənlər, isimsiz işlənənlər. İsimlə işlənənlər hansılardır? My, your, his, her, its, our, your, their. İsimsizlər isə, yəni ki, özündən sonra isim tələb etməyənlər mine, your, his, her, its, or your, their, or your, theirs. S ilə sonu s ilə bitənlər. Şəxs işarə vəzifələri desə this, that, this, thosdur. Sonra qayda vəzifələri myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. İndi gəlin baxaq cümlələrimizdən qaydalarımıza daha yaxşı tətbiq edək qaydalarımızı. Deməli, speech. Birinci testdən başlamalıyam. Don't interrupt speech. Speech yəni onun nitqini. Nitq olduğuna görə nədir? İsim. Sualı nə? Sualına cavab verdiyi üçün isimdir. Demək, biz elə bir şey qoymalıyıq ki, burada özündən sonra isim gətirsin. Deməli, 5-dən 4-ü variantlar arasından kənarlaşdırıram. Çünki niyə? Her'dür, avəsdir, özlərindən sonra isim gətirmir. My'dan sonra isim gətirir, olur, uyğundur. Her'dən sonra isim gəlir. Məsəl üçün, don't interrupt my speech. Mənim sözümü, mənim nitqimi kəsmə. Don't interrupt her speech. Onun nitqini qadın cinsində və yaxud onun sözünü kəsmə. His speech. Bunlar uyğundur. Uyğun cavab 1, 2, 3-dür. A bəndi. İkinci suala baxaq. Deməli, I cannot find my trousers. Burada nəyə baxıram? Mən tapa bilmirəm mənim şalvarımı. Nəyi? Mənim şalvarımı. Burada trouser sözü cəmdədir. Bilirik ki, cəm iki hissədən ibarət olan isimlər cəmdədir. Və biz onları həmişə əvəzliklə əvəz edərkən nə itdən əvəzləmirik, nə də ki, yourdan, nə də ki, avın. Ona görə olacaqdır, E variantı çıxır. B variantı çıxır, A variantı çıxır. Əgər trouser sözü cansız olmağına baxmayaraq həmişə təkdə olan isim kimi götürülsəydi, məsələn, normalda Azərbaycan dilində nədir? Təkdədir. Ona görə biz o götürə bilərik. Amma burada ingilis dilində olduğu üçün, deməli, ingilis dilində olduğu üçün bunlar artıq iki hissədən ibarət və həmişə cəmdə olan isimdir deyə biz onu Z ilə götürürük. Z və yaxud da Z, fərqi yoxdur. İndi gəlin baxıram nəyə? Burada C variantı var. C variantında Z əvəzliyi var. Z əvəzliyini mən bu boşluğa qoysam, mən bundan sonra isim gətirməliydim. Ancaq burada mən bu boşluqdan sonra isim gətirə bilmədiyim üçün, isim olmadığı üçün düzgün cavab olacaqdır Z. We are Z. Mən şalvarımı tapa bilmirəm. O haradadır? Onlar haradadılar? This letter is for Bill. Can you give it to? Deməli, bu məktub Bill üçündür. Can you give it? Onu verə bilərsən, bil. Artıq kişi cinsidir. Burada baxıram ki, to sözünüsü var. Sözünün olduğu üçün artıq kişi cinsi olduğu, təkdə olduğu üçün zem çıxır. A və çıxır, şi çıxır. Qalır A ilə B. İndi gəlin, baxaq nəyə? Əgərlərim. Burada sözünün olmasaydı, bizə bir hini götürə bilərdik onu. Amma burada to sözünüsü var. To sözünüsündən sonra gələn ancaq obyekt haldır. Obyekt halda yalnız A bəndində olduğu üçün düzgün cavab olacaqdır A variantı. Are these scissors? Aha, baxıram. Scissors sözünü bu qayçılar. Burada artıq heç bir isim falan yoxdur. Demək ki, biz burada elə bir əvəzlik qoymalıyıq ki, özündən sonra isim gətirməsin. My mənim deməkdir, özündən sonra isim gətirir. A və bizimdir, isim gətirir. Your sizindir və yaxud da sənindir, isim gətirir. Deyə də onların da isim gətirir. Amma your səninki və yaxud da sizinki kimi tərcümə olunur. Burada artıq bu qaydalar səninkidir və yaxud da sizinkidir kimi tərcümə olunanda artıq özündən sonra isim istəmir. Ona görə düzgün cavab C variantı. 5-ə baxıram. Cins. Blue cins. These blue cins. Artıq yenə həmki qaydadan istifadə edirik. Burada isim olmadığı üçün mayı götürə bilmərəm. Bu cinslər mənimdir. Deyir, onların da olmaz. Çünki bunlardan sonra isim gəlməlidir. Amma burada artıq boşluq qoyubdur. Sonra your olmaz. A və olmaz. Düzgün cavab olacaqdır. B variantı. Yours. He was glad to see a friend at the party. Demək, he was glad, o çox şən idi onu gördüyünə at the party. Aha,
Burada friend sözü isimdir, gördüyünüz qədərilə. İndi biz elə bir əvəzlik seçməliyik ki, özündən sonra isim gətirsin. Mine mənimki deməkdir, isim gətirmir. Ours bizimki də isim gətirmir. Hers onunki də isim gətirmir. Theirs onunki də isim gətirmir. Burada uyğun olan variant o olacaqdır. Həm cümləm he-dən başlayır. Həm ona görə, çünki he-nin uyğun olan kişi cinsindədirsə avtomatik his qoya bilərik. Həm də hizdən sonra isim gəldiyinə görə olacaqdır A bəndi. 7. This exercise very easy. Bu tapşırıq nədir? Çox asandır. Do it. Belə bir qaydamız vardır ki, əgər cümləmiz feildən başlayardısa, cümlədə ya yourself olmalı, ya da yourselves. Ona görə themselvesdir, himselfdir, myselfdir, herselfdir çıxır. Düzgün cavab D variantıdır. Niyə görə? Çünki burada do etmək deməkdir. Et, özün et. Deyir, bu tapşırıq çox asandır. Do it yourself. Onu özün et mənasında tərcümə olunur. Ona görə uyğun olan variant D variantı. The children painted the fence. Burada artıq baxıram ki, burada biz yenə qarşılıq əvəzlik, qayıdış əvəzliklərindən istifadə etməliyik. Qayıdış əvəzliklərindən istifadə etdiyimizə görə də biz bir mübtədamızı bilməliyik. Mübtədamızı biləndən sonra artıq həmin qayıdış əvəzliyini qoymalıyıq. Bizdə də mübtədamız the children'dır. Child bir dənə uşaqdır, amma the children olanda artıq Z-dən əvəzləyirik. Z-dən də uyğun gələn nə himself deyil, yourself deyil, yourselves deyil və yaxud da herself deyil. Düzgün olan cavab D, B variantıdır. He is wearing jeans. Yes, I do. Look like nice. Aha. Deməli, o deyir jeans geyinib. Do you like və yaxud onu deyirəmsə və yaxud da onları deyirəmsə, jeans sözü görürsünüz ki, burada cəmdədir. Aha, burada deyir, do you like, yəni cins sözü cəmdə olduğu üçün mən heç vaxt it götürə bilmərəm. A variantı çıxır. İtdən əvəz eləyə bilmərəm. Sonra E variantı çıxır. Çünki niyə? Burada şəxs əvəzliyi var. Şəxs əvəzliyi heç vaxt cümlənin sonunda işlənməz. Gəldi indi A-dı, E-di çıxır. Aynen eyni atdıq. Sonra qalır B, D, C variantı əlimizdə. Deməli, baxıram ki, burada like sözü var. Like xoşlamaq deməkdir, feildir. Feildən sonra işlənə bilən əvəzlik növü obyekt haldır ki, onun növləri işlənə bilər. Burada A, B-də, D-də, C-də hər ikisinin zem var. Demək ki, zem düzgün gəlir bu variantların arasında. Çünki niyə? Zeyn obyekt hal forması zemdir. Bilirik ki, cümlədə heç vaxt Z şəxs əvəzli cümlənin sonunda işlənməz. Onun əvəzinə cümlədə əgər feil və yaxud da sözünü varsa sonda. Ondan sonra obyekt hal işlənir. Buna görə birinci yerə olacaq zem. İndi ikinciyə baxaq. Yes, I do. Look nice. Okay. Gəldik, indi baxıram ki, burada nöqtə qoyub. Burada cümlə fikir bitdi, yeni bir fikir başlayır. Fikir başladığı üçün mən deyirəm ki, cins sözünü cəmdə götürdüyüm üçün B variantını avtomatik çıxıram. Çünki niyə? Çünki cins sözü cəmdədir və itdən əvəzlənməz. Sonra D variantına çıxıram. İt isə də aidiyyəti yoxdur. Artıq uyğun olan cavab olacaq C variantı. Çünki niyə? Həmçinin də Z-dən sonra Z cümlənin əvvəlində işlənir və özündən sonra birbaşa feil, xəbər götürə bilir. Düzgün cavab C bəndi. Sonra gəlirəm, baxıram 10-cu testdə. 10-cu testdə bilirəm ki, bu have got, has got, have has qaydasıdır. He-dən, she-dən həz işləndiyi üçün avtomatik bu variantları çıxıram. İndi gəlirəm, deyirəm ki, məsəl üçün A variantını götürüm. I have a pet. I have a pet. Bu hissəyə baxıram ki, burada izdir. To be-nin indiki zaman forması izdir. İzdən yalnız Z-də, izdən he, she, it-də işlənər. Burada da baxıram rabbit söz var. Rabbit də dovşandır. Dovşanı biz hansı cinsdən əvəzləmişik? Dovşanı həmişə cansız varlıq olduğu üçün orta cinsdən, yəni itdən əvəz edirik. Ona görə nə Z olmaz, nə də zem olmaz. Uyğun olan variant yalnız A bəndidir. Sonra 11-ci testə baxırıq. David invited classmate to birthday party. Classmate sözü isimdir. Birthday party'də həmçin. İndi gəlin baxaq. David invited. David oğlan adı olduğu üçün avtomatik he çıxır. Çünki feil, burada artıq həm feil var, həm də invited nədir? He şəxs əvəzlidir və he şəxs əvəzli cümlənin nədir? Ortasında işlənməz. Her də çıxır. Çünki David kişidir, her qadın cinsidir. Ona görə ziddir. Sonra E variantda çıxır. Çünki classmate isimdir. Z-dən sonra heç vaxt classmate işlənməz.
Bunlar ona görə çıxır. Qalır A ilə D variantı var. Qalır. İndi gəlib baxıram ki, yours-da burada birinci hissəyə olacaq. David dəvət etdi öz sinif yoldaşlarını onun ad gününə. Yours burada birthday. Birthday isimdir. Birthday party isimdir. Artıq yours-u mən qoya bilmirəm. Çünki yours özündən sonra isim istəmir. Ona görə düzgün cavab olacaqdır D variantı. David öz sinif yoldaşlarını ad günü partisinə dəvət etdi. Sonra gəlirik baxırıq yenə həmçinin bu tipdə testlərdir. This is baxıram ki, my'dan sonra burada book sözü var. Book sözündən sözü isimdir. Demək mən bura isimli forma qoymalıyam. My-dır, Z-də çıxır. Me uyğun gəlmir. Niyə görə ki, çünki book isimdir. Me artıq olur obyekt əvəzi. Ona görə A variantda çıxır. Qalır B ilə D variantının arasında. Çünki hissdən də sonra isim gələ bilər. Nədir? Hissdən də sonra isim gələ bilər, my'dan da sonra isim gələ bilər. Sonra gəlirəm, baxıram ki, burada give var. Give sözünüsü varsa, give sözünün, daha doğrusu give feili varsa, feil olduğuna görə demək biz buna obyekt halda qoya bilərik. İndi gəlirik məsələ nədir? Bu book sözü təkdədir. Book sözü təkdədirsə, deyir I can give it you. Deyir, bu kitab mənimdir, mən bunu sənə verə bilərəm. Artıq burada bir nə kitab olduğuna üçün Z yox, həmçinin Z özündən sonra isim istəyir. Burada da isim olmadığına görə düzgün cavab olacaqdır. C variantı. Bu kitab mənimdir, mən bunu sənə verə bilərəm. Onu sənə verə bilərəm. Aha. Deməli, why can you do it? Burada artıq düzgün mübtədaya görə qoyulmalıdır. Demək, cümləmizdə mübtədamız you'dur. You'dursa ya səndir ya da siz. Tək forması yourself uyğun gəlir. Cəm forması yourselves. Dediyim kimi, bu kimi qayıdış əvəzliklərini tapanda mümkün qədər mübtədaya fikir vermək lazımdır. Mübtəda təkdədirsə, artıq bunlar da dəyişilməlidir. Bu qayıdış əvəzlikləri də dəyişir. Burada you həm sən kimi, həm siz kimi tərcümə edədiyimizə görə həm 2 ilə 3 uyğun gəlir. Burada artıq hər hansısa he olsaydı himself götürərdik və yaxud da oğlanla da olsaydı himself götürə bilərdik. Itself-i niyə götürmədik? Çünki burada cansız əşya və yaxud da cümlə mübtədası it deyil. Burada you olduğuna görə yourself və yourselves. 2 ilə 3-dür. Cavab olacaqdır E, bəndi. Sonra növbəti testimiz 14-dür. Try to pack everything. Dediyim kimi, əgər cümləmiz feildən başlayırsa, ya yourself qoymalısın ya da yourselves. Yadınızda saxlayın. Əsas qayda, yəni bunu bir dəftərdə də yazın. Əgər cümlədə belə testlər tapmaqda çətinlik çəkirsinizsə, cümləmizdəki başlığı, yəni baş hissə nə ilə başlayırsa, feildən başlayırsa, artıq konkret olaraq ya yourself ya da yourselves. Ona görə 1-dən 3-cü variant. 1-dən 3. C bəndi. Sonra introduce. Introduce olanda artıq təqdim etmək deməkdir. Burada try çalışmaq deməkdir, onu da deyim. Introduce təqdim etmək deməkdir. Introduce təqdim et, yourself. Bu da introduce feil olduğuna görə yenə yourself. Özünü təqdim et. Bir də yourselves. Özünüzü zəhmət olmasa və yaxud özünü zəhmət olmasa təqdim et, özünüzü zəhmət olmasa təqdim edin. Burada da uyğun olan cavab 2 ilə 4-dür. B variantı. İndi gəlin baxaq 16-cı testə. 16-cı testdə burada baxıram ki, cümlələr zaten bilirəm ki, şəxs əvəzliyi ilə başlayır. Görsəniz ki, əgər çətinlik çəkirsiniz, istər imtahan olsun, istər test olsun, onda artıq ikinci hissəyə keçin. İkinci hissədə mənə gözəl bir isim verib, gözəl bir cavab verib və həmin cavabdan yola çıxıram, variantlar arasından seçirəm. Demək, books cəmdə olan isim deməkdir. Ona görə this olmaz. Niyə görə? This özündən sonra tək isim gətirir, xəbər təkdə olmalıdır. Həmçinin z də olmaz. Z-dən sonra da tək isim gəlir, xəbər təkdə olmalıdır. A vəsli olmaz. A vəslidən sonra bizimki deməkdir, özündən sonra isim gətirilməz. Hers olmaz. Özündən sonra onunki deməkdir, qadın cinsində isim olmaz. Ona görə düzgün cavab C variantı. She took her books and sat down desk. O götürdü kitablarını və əyləşdi öz partasında. Yenə baxıram, burada da eyni tipli testdir. Birinci tərəfə baxmıram, ikinci tərəfdən davam edirəm. Siz də bacı deməkdir. Bacı özdə təkdə olan isimdir. Mayından sonra isim gəlməz.
ZS-dən sonra isim gəlməz. Niyə görə? Bunlar artıq isimsiz işləyən yəli əvəzliklərdir. Always-dən də sonra isim gəlməz. First-dən də sonra isim gəlməz. Niyə? Bunlar isimsiz işləyən əvəzliklərdir. Amma düzgün cavab olacaqdır burada C variantı. He bought nice present for his sister. O aldı yaxşı hədiyyə, gözəl hədiyyə bacısı, onun bacısı üçün. Yenə baxıram burada. Baxıram ki, birthday-dir, isimli başlıq hissəni özümüz qoyuruq. Birthday isim olduğu üçün hers olmaz. Çünki burada hers veribdir. Hers özündən sonra isim gətirməz. Z olmaz. Niyə görə? Z heç vaxt cümlənin sonunda işlənməz. Sonra always-dir, always-dir, hers-dir. Bunlar olmaz. Bunlardan sonra nədir? İsim gəlməz. Çünki bunlar özündən sonra isim istəməyən yəlik əvəzliklərdir. Uyğun olan cavab olacaqdır A variantı. I got new doll. Mən əldə etdim yeni gəlincik for her birthday. Mən onun ad günüsü üçün yeni gəlincik aldım, əldə etdim. Gəlirəm 19-cu testə baxıram. Teacher isim deməkdir. Teacher isim deməkdir. Artıq teacher isim olduğu üçün mən artıq bura elə bir şey qoymalıyam ki, özündən sonra isim tələb edəsin. Avtomatik C variantı çıxır. Çünki hers-dən sonra isim gəlməz. Hours-dən sonra isim gəlməz. E variantda çıxır. D variantda çıxır. Yenə hers var. Hers-dən sonra isim gəlməz. Z olmaz. Niyə görə? Çünki Z cümlənin nə ortasında, nə də sonunda işləmir. Cümlənin əvvəlində işlənir. Olacaqdır düzgün cavab B variantı. I always listen attentively to my teacher at the lesson. Mən həmişə müəllimimi diqqətlə dərsdə dinləyirəm. Sonra 20. School 20-ci testdə də burada school veribdir. School artıq məktəb deməkdir. Məktəb isə tək isimdir və tək isim olduğu üçün biz bura nə hours-i qoya bilməm, nə mine qoya bilməm. Çünki school məktəb isim olduğu üçün nə hours işlənməz, mine də işlənməz. Sonra this də olmaz. Çünki this nə deməkdir? Cəm əvəzlikdir, amma sözümüz təkdir, xəbər də təkdir. İndi gəlirik, baxırıq, iki dənə variant arasında qalmışıq. A ilə E arasında. İndi gəlin ikinci hissəyə baxaq. Burada ikinci hissədə heç tərcümə baxımından verirəm. İz də veribdir. Demək, mən elə bir şey qoymalıyam ki, xəbər də təkdə olsun. Ona görə avtomatik A variantda çıxır. Çünki zəsdən sonra gələn isim cəmdə, xəbər cəmdə olmalıdır. Amma zədən sonra gələn isimlər təkdə, xəbərlər də təkdə olmalıdır. Ona görə düzgün cavab E variantı. 21. 21-ci testə baxıram. Yenə exercise sözü tapşırıqlar və yaxud da məşqlər kimi tərcümə olunur, cəmdədir. Ona görə avtomatik cəmdə olduğu üçün B ilə D çıxır. Niyə görə? Çünki bunlardan sonra cəm isim gəlməz, tək isim gəlir. Mine də çıxır. Mine-dan da sonra cəm isim gəlməz, tək isim, daha doğrusu mine-dan sonra saf isim gəlməz, yəni heç vaxt isim gəlməz. Qalır A, E variantı. İndi gəlirəm birinci tərəfə, ya zesti, ya zostu. Baxaq. İndi burada baxıram ki, xəbərim artıq cəmdədir. Cəmdə olduğu üçün zis çıxır. Niyə görə? Zisdən sonra gələn isim təkdə, xəbər isə təkdə olmalıdır. Amma burada uyğun olan variant A bəndidir. Yəni 20-də zos, once, A very easy. Deyir ki, bu tapşırıqlar çətindir, amma o biri tapşırıqlar isə asan. My mother give soup to little Tom. Soup cansızdır. Yəni bunu əvəz edirik birbaşa itdən. B-dir, Y-dir, C çıxır. Burada little Tom balaca Tom deməkdir. Tom artıq balaca bir nəfər Tomdur. Ona görə mən bundan zem istifadə edə bilmərəm. Ona görə düzgün olan cavab A variantı. Sonra my father buys bread every day. My father mənim atam. Kişi cinsidir. Kişi cinsinin olduğu üçün B də çıxır, E də çıxır, D də çıxır. Niyə? Şəxs əvəzliyini kişi cinsini ilə əvəz edirik? He ilə. Niyə he əvəzliyini qoydum? Çünki cümləm he ilə başlamalıdır. Cümləm şəxs əvəzliyi ilə başlayır. Sonra he buys bread. Bread isimdir. Artıq bread cansız olduğuna görə avtomatik uyğun olan variant C variantıdır. Bob give his ball to the children. To the children. Bob insandır, kişidir. Kişi olduğuna görə mən he götürürəm. Ona görə B-dir, C-dir, D-dir çıxır. İndi baxıram ki, niyə görə Bobu götürdüm? Niyə he ilə başladı cümlə? Niyə C ilə başlamadı? Bob təkdədir. Bir nəfərdir, ona görə he olur. Həm də ki, cümləmiz şəxs əvəzliyi ilə başlayır. The children isə isimdir. Təkdə yox, cəmdə olduğu üçün mən heç vaxt itdən götürə bilmərəm. Amma bir dənə məsələ var. Gəlin indi baxıram ki, burada to sözünüsü var.
To sözünün sonuna gələn isim tamamlıq rolunda çıxış edir və cümlənin də tamamlığı obyekt halda olan əvəzliyi olmalıdır. Ona görə E variantda çıxır, qalır A, B, D. Everybody admires for talent. Talent istedad deməkdir. İsimdir. İndi ona görə avtomatik E variantı çıxır. Everybody, hər kəs heyrandır ona və onun istedadına. İndi gəlirəm admire for talent. Mən burada himdən sonra isim qoya bilmərəm. B variantda çıxır. Daha doğrusu himdən sonra isim qoya bilmərəm. C variantı da, B variantı, E variantı çıxır. Gəlir indi A variantına baxıram. Him demək bu variantlar çıxdı. B-dir, E-dir, C-dir çıxdı. Qalır burada aynen D variantı. Gəlin baxaq niyə? Him, his. Him, his uymur yoldaşlar bir-birinə. Ya his olmalı, ya him olmalıydı. Sonra da baxıram ki, burada talent sözü, istedad sözü olduğuna görə mən himi götürə bilmərəm. Çünki himdən sonra him obyekt əvəzliyidir. Özünə isim gətirmir. Himdən sonra isim gətirmir. Hizdən sonra isim gəlir. Ona görə uyğun variant D, bəndi. Do you have a department store near house? House ev deməkdir, isim deməkdir. Avtomatik C variantını çıxıram. Çünki A vəslindən sonra isim gəlmir. Sonra you-nu E variantını çıxıram. İkinci yerdə you-dur. You-dan sonra şəxs əvəzliyindən sonra, daha doğrusu şəxs əvəzliyi cümlənin sonunda işlənməz. Ona görə E-də çıxdı. Sonra ZS. ZS-dən sonra isim gəlmədiyinə görə house-da isim olduğu üçün A variantda çıxır. Qalır B, bir də D. İndi gəlirəm, baxıram nəyə? Deyir ki, indi gəlin burada variantımızı seçək. Artıq burada tərcümə əsasını seçməliyik. Do you have? Burada artıq baxıram ki, nəyə görə? İkisini saxladım. You ilə də do işlənir, Z ilə də do işlənir. İndi gəlirəm, baxıram nəyə görə? Burada house sözü isimdir. Eləmi? House sözü isimdir. Z-dən sonra isim gəlmir. Çünki Z isimsiz, daha doğrusu obyekt formadır. Obyekt formadan sonra isim olmaz. Ona görə Zemin olan variantı çıxdı. Gəlir indi tərcümə edirik. You, your. Do you have your department store near your house? Davam eləyək. The book Miss Smith. Okay. The book bilirik ki, burada tək isimdir. Avtomatik bilirik. Cansız əşyalar, tək olan əşyalar nə ilə əvəz edirik? Itdə. Ona görə avtomatik isimdir. E-dir, B-dir çıxır. To Mrs. Smith. To Mrs. Smith sözünü var. Burada sözündən sonra verilən ismə tamamlığa. Tamamlığı mən obyekt əvəzliyinə əvəzlənməliyim. Obyekt əvəzliyinə əvəzlədiyimə üçün she-də çıxır. Ona görə düzgün olan cavab D variantıdır. Qadında da her olur. Sonra gəlirəm, baxıram. Sonra 28-ə. Put books into bag and go home. Book sözü cəmdədir. Ona görə avtomatik, yəni həm də isimdir. Ona görə avtomatik A variantı çıxır. Sonra C variantı çıxır. Çünki her'dəndir. Mine'dan sonra isim gəlmədiyinə görə. Qalır V, D, B, D, Y variantı. Gəlirəm indi məsələ. Məsələmiz nə yerindədir? Cümləmiz nə ilə başlayır? Şəxs əvəzliyi. Ona görə himdən çıxır. Şəxs əvəzliyinin arasından gedib gəlirəm. İndi baxıram məsələyə. Məsələ artıq burada özünü göstərir. İndi mən cümləmi ya V ilə başlamalıyım, ya da Z ilə. Burada books sözü cəmdə olduğuna görə, nə Z-mi qoyamaq olmaz. Çünki niyə? Z ola bilər putdan sonra, feildən sonra obyekt əvəzliyi işlənir. Amma burada isim də var. İsim olduğuna görə mən Z qoya bilmərəm. Ona görə uyğun olan variant B, bəndi. B, bəndi. Sonra 29. Yenə pen veribdir, pen isimdir. Avtomatik A variantı ilə D variantını çıxıram. Çünki Z-dən, her'dən sonra isim gəlmədiyi üçün çıxır. Sonra qalır B, C, E variantı. Himlə cümlə başlamaz. Cümlənin ya ortasında işlənir, ya sonunda işlənir. Amma cümləmiz başlamalıdır şəxs əvəzliyi ilə. Asdan sonra isim gəlməz, C variantda çıxır. Düzgün olan cavab I took my pen and wrote a letter. Mən qələmimi götürdüm və məktub yazdım. 30. Road dangerous but road is not.
Aha, burada roat yol mənasındadır. Təkdə olan isimdir. Təkdə olan isimlərdən nə zes işlənməz, qəti şəkildə zosta işlənməz. Gəlirik indi baxırıq ikinci tərəfə. Demək, birinci tərəf tapdıq ya zisdir ya zətdir. İkinci tərəfdə roat sözü isim olduğuna görə, təkdə olduğuna görə zesi qoya bilmərəm. E variantı çıxır, düzgün cavab D variantı. 31. Lux. Burada feilin sonunda S şəkilçisi var. S şəkilçisindən bilirəm ki, bu indiki sadə zamanda, mən indiki zamanı izah eləyəni demişdim ki, üçüncü şəxsin təkində feilin sonunda S şəkilçisi olur. Ona görə yenə he, she, itdə feilin sonunda S şəkilçisi olur. Avtomatik A çıxır, D çıxır, E çıxır. Qalır A, B ilə C variantı. Burada fotoqraf sözü təkdə olan isimdir. Zes işlənməz. Uyğun olan variant B bəndidir. She, this. She looks sad in this photograph. Sonra gəlib baxıram 33-cü dəqiqə, üzr istəyirəm. 32-ci testdə. 32-ci testdə baxıram. Looks, yenə burada feilin sonunda S şəkilçisi var. Ona görə B variantda çıxır. Sonra gəlirəm burada baxıram. D də çıxır, E də çıxır. Bir də C qalır. Bir də ki A variantını saxlayıram. Sonra gəlirəm burada dress var. İsimdir. Dress isim olduğu üçün bizə elə bir nədir? Nöqtələrin yenə boşluqları doldurmalıyıq ki, özündən sonra tək isim gətirsin. Özündən sonra tək isim gətirən C-də Z-dən sonra heç vaxt cəm isim gəlmir. Uyğun olan cavab A bəndi. 33-cü testə baxırıq. 33-də Tom is showing new shoes. Shoes cəm isimdir. Ayaqqabıdır. Bu belə bir sifətdir, bu da isimdir. İndi biz elə bir şey qoymalıyıq ki, özündən sonra sifət isim gətirsin. Z olmaz, çünki Z-dən sonra isim gəlmir. His, hers də olmaz. B-dən E çıxır. İndi gəlirəm baxıram variantlarda may da çıxıram. Çünki burada artıq maydan sonra isim olmalı idi. Maydan sonra boşluq görürsünüz, burada bir dənə də boşluq var. Boşluq olduğuna görə mayı qoya bilmirəm. O cümlədə hisi də qoya bilmirəm. C də çıxır. Gəlir onunla uyğun olan variant midən hisdir. Tom göstərdi mənə onun yeni ayaqqabısını. Ona görə uyğun olan cavab D variantıdır. Sonra burada gəlirəm baxıram birinci tərəfdə xəbərim izlən verir. Ona görə zosdan zesi çıxıram. İkinci tərəfə baxıram, burada mənim açar sözüm var. O və Z. O və Z varsa, dedik ki, bu artıq orada kimi tərcümə olunur. Mənası tərcüməsi orada deməkdir. Yadınızda saxlayın. Əgər o və Z varsa orada kimi tərcümə olunursa, Z və Z-in cəm forması zos işlənir. Amma o və hiyə varsa, tığsız, bu tığsız varsa, bu burada kimi tərcümə olduğu üçün zisdən zesi qoyuruq. Burada da o və z varsa, demək ikinci tərəfə nədir? Ya z qoymaq, ya zos qoymalıyıq. Sonra baxıram ki, deyər Saymə, bəs nə bilək ki, burada nə qoyuruq? Burada görürəm ki, iz var. İz varsa nə qoyuruq? Demək ki, zətdir. Niyə görə zətdir? Zətdən sonra gələn ismin xəbəri nədə olmalı idi? Təkdə. Ona görə zisi qoyuruq, daha doğrusu zəti qoyuram. Ona görə avtomatik D də çıxır, C də çıxır, A da çıxır, qalır elə E bəndi. Bill and Tom are at school now. Bill and Tom şagirdlər. İndi yox, üzr istəyirəm. Bill and Tom now hal-hazırda məktəbdədirlər. İndi burada artıq cümləni başlamalıyıq. Nədən? Şəxs əvəzliyi. Gəlin bir dənə ümumi olaraq keçək. Biz əvvəllərdə törəmə əvəzliyi haqqında növbəti dərsimiz artıq törəmə əvəzliklərdən bağlı olacaqdır. İlkin olaraq məlumat verim ki, törəmə əvəzliklərdə ya body olmalıdır, ya da think hissəciyi olmalıdır. Body ilə think və yaxud da one, every, məsələn, everyone, someone, anyone, everybody, somebody, anybody və yaxud da nobody kimi sözlər törəmələrdir. Törəmələrin xəbəri həmişə təkdə olur. Amma mən burada baxıram ki, cəmdə veribdir. Demək, onda artıq C də çıxır, B də çıxır, D də çıxır. Burada Z veribdir. Z-dən sonra isim olmalıdır. Z peoples olsaydı, hə, olardı. Amma Z-dən sonra xəbər vermək olmaz. Özündən sonra birbaşa xəbəri qəbul edən yeganə əvəzlik növü şəxs əvəzliyidir. Olacaqdır E variantı. 36. We don't like to speak much about we. İndi baxıram ki, yine burada qayıdış əvəzliyidir. Qayıdış əvəzliyində mübtədaya görə qoymalıyıq. Burada we mübtəda olduğu üçün mənə lazım olan nədir? Bizim özümüz olmalıdır. Tərcümədə bizim özümüz olmalıdır. O da uyğun olan variant E variantıdır. Sonra 37. Ki açar deməkdir. Keys açar deməkdir. Demək mən bura özündən sonra isim gətirən forma qoymalıyım. Niyə? Ki açar olub nə sualına cavab verir? What sualı. Mayından sonra isim gəlməz. 1 olan variantlar çıxır. Z-dən sonra isim gəlməz. 3 olan variantlar çıxır.
Sonra hers'dən sonra isim gəlməz 4 olan variantlar çıxır, qalır his, your case. Düzgün olan variant C variantı. Sonra yenə plans. Plans isim deməkdir. Yours'dan sonra isim gəlməz. Hers'dən sonra isim gəlməz. Sonra she cümlənin sonunda işlənməz. Qalır C ilə E variantı. Teldən sonra fe'li. Fe'ldən sonra obyekt adı gələr. Obyekt adından sonra burada plan sözü varsa isimli forma gələr. Ona görə C variantda çıxır, qalacaqdır E bəndi. Tel bizə danışdı sənin planların haqqında. Sonra 39. These are gloves. Gloves cəmdə olan isimdir. Artıq olan yours'dur. Bunlar çıxır. Yours'dan sonra niyə? Çünki isim gəlmədiyi üçün. Sonra gəlirəm baxıram nə? A variantından da çıxıram. Nəyə görə? A vədən sonra C variantında çıxıram. Çünki Z-dən sonra. Bunlardan sonra isim gəlmədi. Amma bunlardan sonra təkcə sual işarəsi olduğu üçün, isim olmadığı üçün götürə bilmirəm. Ona görə düzgün cavab D variantı. Sonra 40-cı testə baxıram. He brought drawings and where are. Aha, drawings şəkil mənasındadır. Şəkillərdir, cəm isimdir. Ona görə mən Z-dən hers'ı çıxıram. Bunlardan sonra isim gəlməz. Qalır his. Yenə burada da demək onda birinci hissəmiz hissdəndir. İkinci hissəyə baxıram ki, yenə sual işarəsi qoyuldu. İsim olmadığına görə mən nə mayı götürə bilmirəm, nə də A-vəni götürə bilmirəm. Üzr istəyirəm, A-vəni götürə bilmirəm. Mənim götürə biləcəyim yeganə variant his və yorsdur. 41-ci testə baxıram. Kompüter. Kompüter təkdə olan isimdir. Xəbərdə təkdədir. Demək, elə bir şey qoymalıyam ki, burada artıq özündən sonra tək isim gətirsin. D variantı çıxır. C variantda çıxır. İndi baxıram ki, burada nöqtələrdən sonraki hissəyə baxıram. Nöqtələrdən sonraki hissəyə hör qoysam, özündən sonra isim gətirməlidir. Burada da yoxdur, yenə A variantı çıxır. E qoysam, A-vədən sonra isim gəlməlidir, çıxır. Yoxdur, çıxır. Qalır B variantı. This bir də yours. This'dən sonra kompüter ola bilər. Mübtədam təkdədir. Xəbərim də ona uyğunlaşır təkdədir. Yours'dan da sonra nədir? İsim gəlməz. Uyğun olan variant B variantı. 42-ci testə baxıram. Books are not. Books sözü cəmdə olan isimdir. Ona görə Z-i çıxıram. Buradan D variantını çıxıram. Bir də Z-i çıxıram. Çünki bunlardan sonra tək isim gəlir. Books da cəmdə olduğu üçün olmaz. Sonra baxıram ki, burada nöqtə qoyub. Demək ki, mən bura isimsiz forma gətirməliyim. Ona görə B çıxır. Çünki niyə? B maydan sonra isim gəldiyi üçün olacaqdır C bəndi. Sonra 43. Mary, do you let us play with toys? Okay. Burada baxıram ki, toys sözü isimdir. İsim olduğu üçün özündən sonra isim gətirən forma lazımdır mənə. C variantı çıxır, B də çıxır, D də çıxır, A da çıxır. Ona görə uyğun olan variant E variantı. Do you help your brother in work? Work sözü isimdir. İsim olduğu üçün mən özündən bura elə bir şey qoymalıyam ki, özündən sonra isim gətirsin. Z-dən sonra isim gəlməz. Yours-dan sonra isim gəlməz. Hers-dən sonra isim gəlməz. A-vədən sonra isim gəlməz. Düzgün cavab E bəndi. 45-ci testə baxıram. Can you give your address? Your address. I want to come to place. Place yer məkan mənasındadır. Buna görə isim olduğuna görə hers olmaz. Hers'dən sonra isim gəlməz. A-vəs olmaz, isim gəlməz. Yours olmaz, isim gəlməz. Z-dən sonra isim gəlməz. Amma uyğun olan cavab me'dir. Me və yourdur. Çünki bunlar birinci hissəyə give'dir. Fe'ldən sonra gələ bilər me. Ancaq sonra me, yəni burada variantların arasından desəm də as da gələ bilər, his də gələ bilər. Amma ikinci yenə uyğun olacaqdır. Your. Niyə? Place isimdir və özündən sonra isim gətirən forma qoymalıyıq. 46-cı testə baxıraq. Choose a correct variant. Help kömək mənasındadır, isimdir. Və özündən sonra isim gətirən formanı axtarırıq. C-dən sonra, yəni hers'dən sonra isim yoxdur, gəlməz. Yours-dan sonra isim yoxdur, gəlməz. Z-dən sonra isim olmaz, gəlməz. Yours-dan sonra, hers'dən sonra isim olmaz, gəlməz. Burada help-dən kömək deməkdir. Fe'ldən sonra işlənə bilən yalnız obyekt əvəzidir. Me. Sonunda your help, yourdan da sonra isim gəlməlidir. Help də gəlibdir. Ona görə düzgün cavab D bəndi. 47. 47-ci testdən davam edək. Deməli, 47-ci testdə burada bir dənə isimimiz var. Burada artıq boşluqdur. Burada da willdən istifadə olunubdur. İndi gəlin baxaq cümlələrimizə. Dinlə isimdir. Hardan isimdir. Ona görə C variantı çıxır. I variantı çıxır. Çünki yours-dan sonra, hers-dən sonra isim gəlməz.
Sonra gəlir D variantı da çıxır. Çünki A versiyasından da sonra isim gəlməz, Z versiyasından da sonra isim gəlməz. İndi B variantına baxaq. B variantının məsələ burada çaşdıran iki məsələ var. Qoy bir o məsələləri də deyim. Hiss ola bilər. Burada hiss uyğundur həqiqətən. Çünki hissdən sonra isim gələ bilər. Okay. Bir də mən çox vaxtı şagirdlərim, yəni rastlaşdığım hal budur ki, istər şagirdlər olsun, istər abituriyentlər olsun, istər digər ingilis dili öyrənmək istəyən tələbələrimiz olsun, qayda ilə bağlı. Bax, bu hi ilə bu həvi qoyur. Əslində həvə baxmaq deyil. Çünki bizim bir dənə bildiyimiz qayda var ki, hi ilə həz işlənir. Üçüncü şəxsin təkində həz qot işlənir. Burada məsələ nədir? Burada həv burada əsas feil kimi gedir. Burada köməkçi feilimiz willdir. Həvin bu hi ilə aidiyyatı yoxdur. Yəni burada birinci formada da qalmalıdır. Çünki burada artıq gələcək zaman formasındadır. Gələcək zaman forması olduğu üçün dəyişmir. Ona görə cavab olucu willdən hi uyumludur. Yəni burada əksərən çox vaxtda hamı deyir ki, həv varsa orada hi ilə olsun, hi ilə həz işlənir, amma xeyr. Burada siz hiyə yox, will'ə baxırsınız. Will'dən istifadə edirsiniz. Ona görə düzgün cavab B variantı olacaq. O cümlədən gəlib 48-ə baxırıq. Friends. Friends yəni dostlar deməkdir. Z çıxır. Çünki Z-dən sonra isim olmaz. Hers çıxır, isim olmaz. Yours çıxır, isim olmaz. Our çıxır, isim olmaz. Qalır yenə he, his. Bax burada invite. Bu indiki zamanda deyil. Deyəm ki, invite-in sonuna s şəkilçisi olsun. Yəni dəyişmir. Burada will-dən istifadə olunur. Bu köməkçi feilin willdir. Mən will'ə baxmalıyım. Will'dən istifadə olunduğuna görə invite sözü dəyişməyəcək. Üçüncü şəxsin təkində deyirdik, həmişə et şəkilçisi qəbul edilir. Burada will'dir. Gələcək zaman olduğuna görə indiki zamanla gələcək zamanı qarışdırmayın. İndiki zamanda et şəkilçisi olur. Gələcək zamanda şəkilçisi olmur. Good 9. What a nice day. Nice toy. Necə gözəl oyuncaqdır. Nə gözəl oyuncaqdır. John has made artıq John'la başlayıb cümləmiz. John kişi cinsindədir. Kişi cinsində qayıdış əvəzli nə yourself-dir, nə yourself-dir, ourself-dir, itself-dir, himself-dir. Sonra what a nice flower. Jane has grown them. Jane qadındır. Qadın olduğu üçün themselves olmaz, yourself olmaz, myself olmaz, yourself olmaz. Düzgün olan cavab D variantı. Düzgün olan cavab D variantı. Deməli yoldaşlar, sizlər üçün 50 testin izahını verdim. Bu kimi testlərimizdən daha doğrusu dərslərimiz haqqında əlavə məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz və əlavə olaraq da 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər.